Şamaxı ey mənim sevimli yurdum, mən sənin qoynunda xanıman qurdum deyən, şeirdə şahlıq edən, poeziyada xanıman quran Əfsələddin Xəqaninin vətənində, gözəlliyə, gözələ könlünü bağlayanda Füzuli heyrət dedi. Millətinin halına, güləndə, ağlayanda Sabirim qeyrət dedi. Heyrət ilə qeyrəti yoğurdular, yaptılar. Bu ölümlü dünyada bir ölməzlik tapdılar. Hər biri bu həyatda həyat qədər qalası. Azərbaycan şeirinin biri heyrət qalası, biri qeyrət qalası. Azərbaycan şeirinin qeyrət qalası Mirzə Əkbər Sabirin vətənində. Könlümün sevgili məhbubu mənim vətənimdir, vətənimdir, vətənim deyən Abbas Səhədin vətənində. Bugün sənətinin işığına toplaşdığımız əziz dostumuz, ürəyimizin parası, gözümüzün qarası, dərdimizin çarası, Tanrı səmalardan seyr etsə süzgün, hökümdar gedişi duymursa düzgün, millət biganəsə dövürsə üzgün, xiffətdən saralır seyləşdi şair. O seyrət şairlərdən şair publisist, 2 kitabın müəllifi, bütün elin, obanın, Azərbaycanımızın sevgilisi, Əl-Vahid şairinin 60 illik yubiley günündə mən sizin hər birinizi salamlayıram. Bərbaşdan rayon icra hakimiyyətinin başçısına, rayon ictimaiyyətinə, Yaşlılar Birliyinə və xarici səfərdədir, əməkdar elm xadimi, professor, dövlət mükafatı laureatı Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının təbrik salamını, yəni bir neçə saat bundan öncə telefon açıb təbrik edin. Onu da təbrik salamın, öz təbrik salamını da əziz dostumuza, qardaşımıza yetirirəm. Mən aşıb boyuna gələrəm, saz tutaram, boyuna gələrəm. Allah o günü qismət eləsin, 70, 80, 90, 100 ildir yubileyvə gələrəm. Aşırıca, bəlkə sənin də bir ürək sözün, təbrikin varsa qısa.